Deməli, Pythonda belə bir suala baxaq. Deyir ki, Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Əslində bu suallar biraz sadə suallar hissəsinə daxildir demək olar ki, yəni əslində sadə də deməzdim, ortada deyə bilərik. Deməli A sətr tipində BBB-yə bərabərdir. AAA daha doğrusu. BBB CCC-yə bərabərdir. Ancaq bu o demək deyil ki, burada BBB özü də CCC-dir. Təbii ki, xeyr, bu yanlış bir fikir olardı. Bunlar CCC-də DDD-yə bərabər. Burada isə əsas proses bu iki yerdə baş verir. AAA CCC-yə bərabərdirsə, deməli CCC nədir baxıram. Buna bərabər. Deməli bu bura gələcəkdir. D sətr tipində olduğuna görə dırnaqda yazır. Sonra isə CCC özü də BBB-yə bərabərdir. Yəni CCC özü BBB nədir? Budur. Deməli onu da ora yazıram. CCC. Yəni sətr tipində olduğuna görə dırnaqdır. Və burada artıq CCC BBB-dir deyə buradakı artıq AAA da CCC olmayacaqdır. Çünki artıq burada yəni iş işdən keçdi də belə doğru dildə desək. Onda deməli CCC-nin yerinə yazılır. Nə yazılır? Yenə CCC. AAA-nın yerinə yazılır. D. Təbii ki, vergüllə və dırnaq tipində olduğuna görə, sətr tipində olduğuna görə dırnaqla. BBB-də heç bir dəyişiklik olmadığına görə BBB olduğu kimi burada baxın ikinci sətirdə olduğu kimi qalasıdır. Və o da 3 dənə C şəklində göstərilir. Və bu da belə variantlara nəzər yetirsək görəsirik ki, B variantında əks olunub.